Hamıya salamlar olsun. Hamınızı xoş gördük yeni bir gündə. İnşallah sevə-sevə izlədiyiniz bir vlog olar. Bugün yenə həmişək kimi səhər məktəbə getməklə başladı. Uşaqları oyatdım. Onları hazırladım, saçlarını hördüm, yeməklərini verdim. Uşaqlar getdilər məktəbə. Yumurta qoydum bişsin. Balaca qızım da oyandı, elə qızlar getməmiş məktəbə, o da oyandı. Ona da yumurta qoydum bişsin, yumurta yesin, neçə vaxt eləmirəm, yemirdi. Ona görə lap balaca olanda yerdi, tez-tez verirdim. Artıq yemədi deyə ona görə vermirdim. İndi dedim bişirim, bəlkə yenə yeyə. O da yenə yaxşı yemədi, bir-iki dəfə yedi, bir-iki qaşıq, sonra istəmədi. Həmidə üstünüzə sağlıq, narahatdı biraz. Dünən axşam qızdırması da var idi, dərman verdim. Qızdırması düşdü, indi şükür qızdırması yoxdur, amma yenə də narahatdır, burnu axır, öskürür, gecə narahat yatır. Ona görə mənə işlər görmək də çətindir. Bu günlərim daha çox iş görmək istəyirdim, amma alınmadı, çünki eləcə deyir ki, Sara deyir ki, otu yanımda, heç yerə getmə, otu məndən bir yerdə multika baxaq, hara gedirsən məni də özündən apar, qoymur nəsə bir iş görüm, eləcə ağlayır mən gedən kimi. Ona görə bugün biraz çətin oldu mənə, ancaq ki, belə pəncərələri silə bildim, 2 pəncərə sildim, belədəki gündəlik işlərimi gördüm və bugün uşaqları geyib məktəbdən gətirməli idim. Ona görə də daha çox iş görə bilmədim, çünki artıq 12-nin yarısından başlayıram, Saranı geyindirirəm, özüm hazırlaşıram ki, artıq 12-də çıxaq evdən. Qızlar 1-10 dəqiqə işləmiş dərsdən çıxırlar, biz elə ancaq ki 10 dəqiqəyə geyib məktəbə çatırıq. Saranla bir yerdə yavaş-yavaş elə getdim, uşaqları da məktəbdən götürdüm, gəldik evə. Bugün qazımız da keçirtmişdilər, ona görə yemək də eləyə bilmədik. Elə yoldaşım işdən gələndə qril aldı, onu uşaqlar yedilər. İndi inşallah axşama qaz yansın, yemək bişirərik. Yaxşı ki, hava da istidir, qazın keçməyi elə hiss olunmur. Yoxsa ki, soyuq havada qaz keçəndə evlər soyuyur, çox soyuq olur, uşaqlar da üşüyürlər. Elə əyinlərini qalın geyindirirəm, amma indi şükür hava yaxşıdır, heç hiss olunmur ki, qaz keçibdir, yanmır. Uşaqların stolun üstünündə sildim. Burada dərs eləyirlər adətən. Nəsə eləyirlər, oturub düzəldirlər, plastilin işlədirlər, skoç işlədirlər. Ona görə bunun üstündə belə skoçun yerləri qalmışdı, plastilin yaxılmışdı. Onu hər dəfə silirəm. Düzdür, çətin silinir, amma yenə də bir təhər silirəm. Üstünə nəsə salıram, onda da yaxşı durmur, üstündən düşür, xoşum gəlmir. Elə ona görə belə qoyuram. Jurnalinidir, bu üstü belə qalsın, pisminin stol, üstü belə qalsın, elə lazım olanda silirəm ki, təmiz olsun. Elə burada işləyirlər, nəsə eləyirlər, otururlar, düzəldirlər və pəncərələrdə hava yaxşı idi, şükür ikisini silə bildim. İndi o birisiləri də görün, bugün vaxt olsa siləcəm, olmasa sabah eləyim. Əhlə işlərim çoxdur, çalışıram, bölüm hər gün biraz eləyim ki, bayrama kimi bu təmizlik işlərini qutarım ki, gündəlik işlər qalsın. Onları da artıq yavaş-yavaş eləyəcəm, inşallah. Və artıq vaxt gəldi, çatdı, saat 12-də getdim uşaqların dalınca, məktəbdən götürüm, gəlim. Hava da çox gözəldir, çox. İnşallah ki, bu istilərdən sonra soyuqlar gəlməz. Çox hava qəşəngdir, artıq biz papaq da taxmırıq, belə də geyinirik, hətta belə geyindirmişdim Saranı, yenə də ona istəyidi. Qızlarım da nətər istəyidisə, qolu gödəkdir, gedirlər məktəbə, heç üstündən qurtka da geyinməmişlər, sumkalarını qoymuşdular. Sonra dedim ki, çıxardın geyinin, bir dənə soyuq olar, nə qədər də isti olsa, yenə də hələ ki qol gödək kofta geyinmək vaxtı deyil. Sonra da günorta yeməyimizi yedik. Mən Saranı apardım, yatırdım. Çünki artıq yuxusu gəlirdi, həm də narahatdır, burnu tutulubdu. Ona görə narahatdır. Yatanda da belə narahat olur, əziyyət çəkir, yatanda nəfəs ala bilmir yaxşı. Amma yenə də yaxşı ki, qızdırması yoxdur, şükür. Heç nə
Sonra durdum uşaqların dərslərinə, baxdım ki, dərslərini eləyim. Bilim ki, dərslərini qurtarıblar, rahat sonra başqa işlərimi görüm. Bu gün yenə doğu elədi. Sadəcə çəkmədim çünki keçən vloqda çəkmişdim. Ona görə dedim təkrar olmasın. Bizdə doğu tez-tez yeyilir deyə biz onu tez-tez eləyirik. O qatığın da qaymağını yığmışam. Görüm inşallah əgər alınsa bugün vaxtım olsa uşaqlara yenə məktəbə nəsə bişirim, aparsınlar. Keks ya peçeni eləyim. Düzdür, uşaqlar evdə bişmiş şey istəmirlər. Deyirlər, mama yox bişirmə, qoy ata bizə marketdən nəsə alsın, gətsin. Onu daha çox sevirlər, amma yenə də mən çalışıram evdə özüm bişirim ki,